fürsət verib Allah Taala. Məktəbə daxil olmuşuq qardaşlar. Hamımız mədrəsəyə, bir məktəbə daxil olmuşuq. Bir aydır, bir aylıq. Bir ay necə məzun olacaq bu məktəbdən Allah bilir. Çalışmalıyıq hər birimiz qardaşlar. Hər birimiz çalışmalıyıq ki, qiymətlərimiz yaxşı olsun. Hardadır qiymət? Qiyməti kim verəcək əməllərimizə? Allah Taala verəcək qiyamət günü. Elələri olacaq ki, qiymətləri yaxşı olacaq, sağ əlindən veriləcək kitabları. Ən yüksək qiymətlə, ən yüksək dərəcə ilə, ən sevincli halda. Vucuhun yevmə izin nazira. Allah Taala deyir ki, o bəzi üzlər parlayacaq. İlə Rabbihə nazira. Allah Taala'ya baxacaqlar, Rəblərinə baxacaqlar. Allaha baxmaqla üzləri sevinəcək. Bu sevinç onların üzlərini parladacaq. Niyə görə? Udxulul cənnətə bimə kuntum tə'məlun. Elədiyimiz əməllərə görə cənnətə daxil olun. Sən əməllər eləmisən, səbir eləmisən.